Salam əziz dostlar. Bugün 4 otaqlı mənzildəyik. Deməli, общий kvadrat 150 kvadratdır və bütün evin atapleniya sistemi çoklu poldan ibarətdir. Bu çoklu polun bütün kollektorlarıdır. 16 kollektor, 16 seksiyadır da, yəni belə deyək də. Bura soyuq sudur, isti sudur, o da hamısı kollektoruna yığılıb. Deməli, bugün nədən söhbət gedəcək? Birinci növbədə demək istəyərdim ki, mən o boyda mənzilə 150 kvadratlıq mənzildir, hamısı çoxlu poldur, 28'lik baksiya aldırmışam. Çox adam mənlə razı değildi. Biri deyirdi ki 31 kilovat alınmalıdır, ki çatdırmayacaq, eləməyəcək, amma mən 100% bilirdim ki 28'lik polun bəsdir. Çünki 150 kvadratlıq mənzilə 15 kilovat istilik lazım olur, tələb olunur. Bizdə isə 28 kilovatdır. Və mənzildə termostat sistemi olacaq. Hər otaqda, hamamda, hər yerdə termostat sistemi olacaq və ona görə də o daha da kömək eləyəcək sistemə rahat işləmək üçün. Çünki 16 ev qızandan sonra 16 konturdan çox vaxtı ya yarısı, ya neçə faizisə bağlı olacaq da. Yəqin ki, mənim videolarıma baxıb bilirsiniz də termostat sistemi necə işləyir. Hər hansı otaqda temperatur, istədiyiniz temperatura çatanda həmən otağa aid konturlar bağlanır. Məsələn, burada kuxnadır, mətbəxdə 2 konturdur. Termostat 25'e qoyulubsa və 25 yarıma temperatur çatanda termostat siqnal verir və buranı bağlayır, bu konturları bağlayır. Və bununla belə, yəni biz sistemi yüngülləşdiririk də, belə deyək. Nasıl olsa güc düşmür, kombiyə güc düşmür, az düşür. Əsas odur ki, bir gün lazımdır ki, bu kombi sistemi tam qızdırsın, mənzili qızdırsın. Qızdırandan sonra rahat elə bir ki, şeyə düşür də, gücə düşür də. Evet, heç bir naqruzka düşmür kombiyə. Və bugün bir parametri dəyişmək istəyirəm. Hər xodlamaqların arasında, belə deyək də, məsələn, kombi xodlandı və indi bu dəqiqə söndü. Söndü nətər? Fitil yoxdur da. Yəni kombi gözləmə rejiminə düşüb və bu rejim, gözləmə rejimi 3 dəqiqədir. Zavodskoy. İndi girəcək parametrləri və göstərəcəm sizə də. Bu 3 dəqiqə keçəndən sonra kombi təzədən qoşulur, yandırır və sistemi təzədən isidir. Və çoklu pol isə elə bir sistemdir ki, 3 dəqiqə çox azdır da, yəni yanmaqda, o ara məsafəsi də, belə deyək də. Yəni 3 dəqiqə çoklu pol, heç bir çoklu pol soyuyan deyil və bizə bu tez-tez yanmaq, yandırıb söndürmək kombidə ziyandır da, kombi üçün yaxşı şey deyil və biz onu 3 dəqiqəni çoxaltmalıyıq. Yəni eləyəcəyik ya 5 dəqiqə ya 6 dəqiqə eləyəcəyik ki, 6 dəqiqə bu eləsin, gözləsin, yəni dincəlsin, belə deyək, ondan sonra təzədən qoşulacaq. Amma bunu mən eləyirəm, çünki bizdə bütün hər yerdə çoklu poldur. Evet. Əgər radiator sistemi olanda isə, radiatorlar olanda bunu eləməmək də olardı. Yəni belə də elə yerlər var ki, daha eləmək olmaz. Evet. Çünki radiatorlar olan yerdə, otaqlarda soyuq pəncərədən daha da tez girə bilir mənzilə, yəni otağa, nəinki çoklu. Çoklu pol pastayanlı çaşqa qızıb, o neçə saata soyuyar da ancaq da. Evet. Ona görə bizə sərf eləmir də bu 3 dəqiqə yanıb ara məsafəsidir. Biz onu indi çoxalacağıq. Deməli, biz həmən parametri dəyişmək üçün nə edirik? R knopkası
hər kombiyə bir sraz deyirəm ki, yəni hər kombidə bunu eləmək olmur. Kitayski kombilərdə, türk kombilərində səhv eləmirəmsə bu funksiya vəbşə yoxdur. Sraz cavab verirəm, yəni çox adam soruşur. Bizim kombidə eləmək olur, olmaz da. Bax 3 dəqiqə keçdi və fitil yandı. 3 dəqiqə bizə lazım deyil. Yəni görürsüz burada sразу 40 dərəcə çıxırdı. Yəni biz isə qoymuşuq 37 dərəcəyə. Yəni sistem soyulmayıb. Mənası yoxdur bunun 3 dəqiqədən bir tez-tez qoşub söndürmək. Ona görə biz onu bu həmən dediyim parametri çoxaldacağıq. Evet. Deməli biz nə edirik? R knopkası ilə radiatorun minusu var. Onları ikisini bir yerdə sıxıb saxlayırıq 6 saniyə. F01 çıxdı. Bizə deməli lazımdır F18. F18'i suyun plus minusu ilə biz funksiyaları dəyişirik. Funksiyaların sırasını dəyişirik, belə deyək. Gedək F18'ə. Deməli, baxın F15, F16, 17 və 18. Görürsünüz 0,3. Yəni 3 dəqiqə həmən ara məsafəsi qoyulub. Biz indi bunu çoxaldırıq. F oldu 5 dəqiqə, bu dəqiqə oldu 6 dəqiqə. Bax 6 dəqiqə deməli ara məsafəsi olacaq və peni basırıq, buraxırıq. Nem yazıldı, yəni o deməkdir ki, təsdiq olundu və indi kombi indiki vəziyyətdə indi yenə söndü, dincəlmə rejiminə gedib də. Deməli 3 dəqiqədən bir yox, 6 dəqiqədən bir qoşulacaq. Məsələn, indi 1 saatın içində biri var. 20 dəfə qoşulsun, sönsün kombi. Biri də var ki, cəmi 10 dəfə. O rol oynayır da, yəni. Kombi üçün həm bu hər dəfə pusk verib, orada reylə az işləyir, ümumiyyətlə qaza da deyə səhv eləmirəmsə qaza da biraz sərfiyyat azalır. Nəyə görə? Çünki hər dəfə boş-boşuna yandırıb söndürmürsən onu. Bax belə dostlar. Deməli bu günləri Baxi kombisinin yandırıb sönmə ara məsafəsinin vaxtını 3 dəqiqədən 6 dəqiqəyə qaldırdıq. Video xoşunuza gəldisə like qoyun. Sağ olun, salamat qalın.